Faciəni marketinqə çevirən Embowood Mebel şirkəti. Bu şirkəti hamınız tanıyırsınız. Bugün Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən ağır qəzadan hamınız xəbərdarsınız. O taksi avtomobilinin faciəvi qəzasının görüntüləri artıq sürətlə yayılıb. Amma məsələ bundan ibarətdir ki, Embowood şirkətinin rəsmi Facebook səhifəsində bax bu hadisəni sizə indi göstərirəm həmin görüntünü reklam marketinq qaydası olaraq istifadə etməyə çalışıblar. Və bu qaydada göstərirlər ki, belə sürətlə həm də təhlükəsiz sifarişiniz ən qısa zamanda qapınızda. Mən ümid eləyirəm və belə başa düşürəm ki, bu səhvə eləyən cəzasını alacaq. Çünki heç bir vətəndaş, heç bir müştəri bu cür qəzadakı reklama baxıb mebel sifariş etmək istəməz. Və heç kim istəməz ki, faciə üzərində onun evinə belə sürətli və təhlükəsiz hər hansı bir mebeli və bilmirəm hansısa məhsulu çatdırsınlar. Bu, Embowood şirkətinin bəlkə də ən böyük səhvlərindən biridir. Bu sizin adınızın hallanması bəzən deyirlər qara PR-da, PR-da, amma xeyr. Bu əksinə sizin zərərinizədir. Məncə sizin PR-la məşğul olan kimdirsə ona başa salmaq lazımdır. Allah hamınızı belə faciələrdən uzaq eləsin.